Değerli tələbələr, dövlət qulluğuna və magistra hazırlaşanlar. Belə bir cədvəl sualının izahına birlikdə baxırıq. Deyir ki, qanuna uyğunluğu müəyyən edin və sual şərəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Əvvəlcə cədvəli oxuyuruq. Bizə cədvəldə nələr verilir? Operatorumuz üstəgəlmədir. Yəni A plus A bərabərdir B-yə. A plus A nəyə bərabərdir? 2A-ya. 2A bərabərdir B-yə. Sonra bizə nə verir? B plus B bərabərdir C-yə. Yəni 2B bərabərdir C-yə. Burada mənə ayrıca bir nə veribdir? Məlumat verib ki, A, B plus C bərabərdir 70-ə. Məndən də B-yi soruşur. Gəlin bunların hamısının A-yı da C-yi də B ilə əvəz eləyək. Deməli, əgər 2B-yim C-dirsə, C-nin yerinə yazıram 2B. İndi B olduğu yerdə dayanacaq. A-nın yerinə nə qoyaq? A-nın da yerinə, baxın 2AB-dirsə, elə bil ki, buradan A-yımız bərabər olur nəyə? B bölünsün 2-yə. Bunu da deyə bilərik 0.5B-yə. Yaxşı, bunu da yerinə yazaq 0.5B. Bu da bərabərdir 70-ə. Bu üçünü toplayanda B ilə 2B 3B. Bu da 3.5B. 3.5B bərabərdir 70-ə. Buradan B bərabər olur. 70-i 3.5-ə böləndə tam bölünür və 20 düşür. Cavabımız 20-dir. Əgər siz bunu bu şəkildə, tam kəsir olmayan şəkildə, belə deyək də, onluq kəsir formasında bölə bilmirsinizsə, bunu tam əddə gətirin. Misal üçün, 3.5-i 10-a vuranda 1 vergül bu tərəfə gəlir, olur 35. Bu tərəfi də 10-a vurun. Bu da eləyir 700. Elə bil ki, 700-ü 35-ə bölmək daha asandır. Bu da yenə eləyir neçə? 20. Yəni, hər ikincisində də eyni cavabı almış olacaqsınız. Daha çox qəbul sualı üçün səhifədə izləmədə qalın.